Rütubət olan yerdə göbələk xəstəliyi də olur. Bax belə, hamısı göbələk xəstəliyinin əlamətləridir və ağacların üzəri bax belə mamır da tutur. Bura haradır? Bura Parisdə. Fikir verirsiniz? Bunları təmizləmək üçün dəmir kuparoz. Bir xörək qaşığı 20 qramını 10 litr suya qatıb, bunun üstünü yaxşıca çimzdirirsiniz. Yaxşıca çimzdirdikdən sonra bunlar quruyub, məhv olub, özləri düşürlər. Düşməyənləri yüngül bir fırça ilə təmizləyirsiniz və bir də vurursunuz. Dəmir kuparoz 20 qramını 10 litr suya qarışdırıb vurursunuz. Çox gözəl bir yerdir. Hələ ki mərkəzə gedib çıxa bilməmişəm. Amma elə olduğum yerdən sizin üçün bir neçə video çəkirəm.